Salam, xəbərin brendi günün trendi efirdədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Aidiyə İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yeni klinikada olublar. Möhtəşəm və həm də paytaxta ən yaxın bölgələrimizdən biri. Ölkəmizdə havası ən təmiz rayonlardan biri olan Xızıdan Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva paylaşım edib. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump NATO zirvəsi çərçivəsində təşkil edilən ailə fotosu zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yanında yer almaq üçün onun yanına gəlib. Hadisə sosial şəbəkələrdə və media platformalarında geniş müzakirələrə səbəb olub. Sabah Məhərrəm ayı başlayır. Miladi təqvimlə iyun 26-sı Məhərrəm ayının ilk günüdür. Hicri qəməri təqvimlə 1446-cı il başa çatır, yeni 1447-ci il başlayır. Məhərrəm ayı hicri qəməri tarixin birinci ayıdır. Məhərrəm ayının biri miladi təqvimlə 2025-ci il iyun ayının 26-sına təsadüf edir. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 5-nə düşəcək. Aşura sözünün ərəbcədən tərcümədə mənası 10-cu deməkdir. İyulun 25-i Məhərrəm ayının son günüdür. Növbəti gün iyulun 26-sı isə Səfər ayı başlayacaq. Avqustun 23-də Səfər ayı başa çatacaq. İşğaldan azad edilmiş Zəngilan rayonunun yenidən tikilən Ağalı kəndi böyük səfərin nəticəsinin rəmzlərindən biridir. Qaçqınların və məcburi köçkünlərin komitəsi tərəfindən böyük qayıdışa dair dövlət proqramı çərçivəsində hazırlanmış Ağalı kəndinin görüntüləri şərhsiz təqdim edirik. Kəlbəcərdə çağırışa gələn təcili tibbi yardım briqadası doğuş prosesini idarə etməli olub. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyi məlumat yayıb. Səhər saat 10:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sözgedən kənddən 23 yaşlı hamilə qadınla bağlı çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Tərtər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi tərəfindən 34 həftəlik hamilə qadının vaxtından əvvəl doğuş prosesi çağırış ünvanında icra olunub. Qarabağ futbol komandasının baş məşqçisi Qurban Qurbanov və futbolçuları bugün Ağdam Cümə məscidində olublar. İyun ayında Laçın dağlarında qarlı ərazi. Bəli, düz eşitdiniz, qar yağıb, gəlin görüntüləri izləyək. Bu gün ayın 23-ü Laçın rayonu Lülpər yaylağının gözəl mənzərəsi və qarı. Suraxanı rayonunda keçirilən əməliyyatda 8 kiloqram narkotik vasitə aşkarlanıb. Onlardan 8 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marihuana aşkarlanıb. Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətlərində olduqlarını bildiriblər. Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə xidmətə aid olmayan mövzularda söhbətlər aparmaları və yersiz təkliflər etmələri, bir sözlə etik normalara zidd davranışları barədə polis orqanlarına müraciətlər daxil olur. Polis əməkdaşları tərəfindən Binəqədi rayonunda keçirilən daha bir profilaktik tədbir zamanı Opel Astra markalı avtomobilin sürücüsünün qeyd edilən əməllərə yol verdiyi müəyyən olunub və o məsuliyyətə cəlb edilib. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, belə hallarla qarşılaşdıqları zaman dərhal polis orqanlarına məlumat versinlər. Mən Qeyskaya ərazisində bir xanım işlərini verdim. Ona əsassız təkliflər elədim.
Abşeron rayonunun Aşağı Güzdəy qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub. Din xadimi mənəvi dəyərlərə, etik əxlaqi prinsiplərə və din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdikdə vəzifəsindən uzaqlaşdırıla bilər. Xatırladaq ki, Turab Tahirovun adı 16 yaşlı qızın qaçırılması ilə bağlı iddialarda hallandırılırdı. Gəncə şəhərində yerləşən Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş sosial yaşayış binalarında daxili su xəttindən sızma baş verib. Nəticədə bəzi mənzillərə ciddi ziyan dəyib. Su sızması səbəbindən mənzildə divar kağızları qopub, qapı çərçivələri dağılıb, plastik hissələr sınaraq yararsız hala düşüb. Vəziyyətdən narazı qalan sakinlərdən biri mənzildəki ziyanla bağlı sığorta şirkətinə müraciət edib. Sığortaçılar dəymiş ziyanın ödənilməsi üçün müvafiq məbləğ təyin etsələr də vətəndaş bu vəsaiti ala bilmədiyini bildirir. Sığorta müraciət olunduqdan sonra sığorta məbləğ təyin etmişdir. Dəymiş ziyan sığorta tərəfindən təyin olunmuş və ödənilməsi üçün rəsmi sənədlərin qəbulunu tələb etmişdir. Bu sənədlərdən sonra Gəncə şəhər mənzil istismarına müraciət olunmuş. Mənzil istismar Gəncə şəhərində olan mida binaları onların balansında olmadığını və buna görə də tələb olunan sənədi verə bilməyəcəklərini qeyd etmişdilər. Görürsünüz evin vəziyyətini. Keyfiyyətsiz materiallardan istifadə olunub, qapıların içilikləri heç doldurulmayıb, hamısı boşluqludur. Ötən gün Övsanda BD markalı avtomobil qəfil manevrlə Toyota'nın yoluna çıxaraq qəza vəziyyəti yaradıb. Nəticədə Toyota idarəetməni itirib və yol kənarındakı dirəyə çırpılıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb, lakin avtomobilə ciddi zərər dəyib. Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş binaların qarşısında əlillər üçün ayrılmış parklanma yerləri digər sürücülər tərəfindən qanunsuz şəkildə zəbt edilib. Hyundai markalı avtomobilin əlil nişanı ilə işarələnmiş yerdə park edildiyi əks olunub və digər sürücülərin, sakinlərin narazılığına səbəb olub. Binanın ətrafında bütün əlillər üçün parklanmaq təyin olunan yerlərdə əlil tanınma nişanı olmayan avtomobillər park edirlər. Həmçinin digər yerlərdə də 20 yanvar metrosundan Ziya Bünyadov prospektinə daxil olan yolda təhlükəli mənzərə müşahidə olunub. Yolun ortasında dilənçilik edən azyaşlı nəqliyyatın hərəkətinə maneə yaradır. Bahalı avtomobil sürücüsündən motosiklet sürücüsünə hədə düşüb səni tapdalayaram deyir. Olduqca qeyri-adi və xoş olmayan bir mənzərədir. Nə edirsən? Nə edirsən? Mən də sənin maşına girim. Nəyə girmirsən? Oradan görürsən gəlirəm. Qardaş baxmalısan da. Mən sürətlə maşın deyil tormda. Qardaş bunda ABS yoxdur. Pul qazanmaq qədər çətin deyil savab qazanmaq. Amma hamının marağı olmur savab qazanmağa. İndi isə zəhmət çəkib savab qazanan əli qabarlı ustanı təqdim edirik. Sosial şəbəkədə paylaşılan bu video alqışlanıb, usta sığınacaqda ödənişsiz işləyir. Asturayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları xarici ölkələrə işə düzəltmək və viza almaq vədi ilə aldıdan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş 28 yaşlı Əsəd Əsədzadə müxtəlif vədlərlə vətəndaşların etibarını qazanaraq onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Əsədzadə zərər çəkənlərə xarici ölkələrə viza düzəldəcəyini və işlə təmin ediləcəklərini deyərək onlardan pul alıb. Sonradan bu vədlərini yerinə yetirməyərək dələduzluq əməllərinə yol verib. Onun Bakı şəhərində də eyni üsulla dələduzluq faktları törətdiyi müəyyən olunub. Hörmətli tamaşaçılar, xəbər ziyafətimizi yekunlaşdırdıq. Hər gün axşam 22:15-də Space televiziyasında, əlbəttə ki, həftə içi günün trendini izləməyi unutmayın. Görüşərik, vədimizə sadiq olaq.